Bismillah, elhamdülillah, eşhedü en la ilahe illallah, vahdehu la şerike leh, ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu, sallallahu ve sellem aleyhi ve ala alihi ve sahbihi ecmain. Əmmə bə'd. Öncə uca Allaha dua edirəm ki, Allah Azze Celle bu məclisimizi sevib razı qaldığı, ha belə mələklərin əhadə etdiyi məclislərdən etsin. Daha sonra qardaşımızı övladı olmaq münasibəti ilə təbrik edirəm. Allah Azze Celle onu salihlərdən etsin və cənnətə daxil olmasına bir səbəb etsin. Qardaşlar gözəl mövzulara toxundular. Mən də istəyirəm ki, bir mövzunu xatırlatma edeyim və necə ki, bu məclisimiz əqiq məclisidir. İstəyirəm ki, bu məclislə bağlı olan bir mövzu xatırlatma edeyim. Çünki bu mövzunun bu məclisə daha uyğun, daha münasib olduğunu görürəm. Bu mövzu əqiqin həm lüğəti, həm istilahı mənası olacaqdır. Həm əqiqin faydaları və hikmətləri, həmçinin onunla bağlı Allah Rasulunun sallallahu aleyhi və səlləm onun hədisləri olacaqdır. Və sual ortaya çıxa bilər ki, əqiq nədir? Əqiq lüğəti olaraq aqqa ya'uqqu feilindən düzəlmişdir. Yəni kəsmək, yarmaq deməkdir lüğəti olaraq. Yəni yeni doğulmuş uşağın saçına da əqiq deyilir. Kəsilmiş heyvana da əqiq deyilir ki, nəyə görə həmin heyvan kəsilir və yəni yarılır. Və həmçinin islahı mənası isə yeni doğulan övlad üçün kəsilən heyvana deyilir. Və həmçinin bunun barəsində, hökmü barəsində alimlər ixtilaf etmişlər. Bəzi alimlər əqiqin hökmünü vacib demişlər. Bəzi alimlər isə onu təkid edilmiş sünnə demişlər. Hər bir halda ixtilafa baxmayaraq, müsəlmanın üzərinə düşən odur ki, yəni bu önəmli olan əqiqə təşviq etsin nəfsini və səhlənkar yanaşmasın və həmçinin də bu əqiqə həris olsun. Niyə görə? Çünki burada olan hikmətlərə və faydalara görə. İbn Seymin rahimehullah demişdir ki, əqiq övladın salih olma səbəblərindəndir. Həmçinin onun köksünü genişləndirir və əməllərində də davamlı olur. Həmçinin də İbn Baz rahimehullah demişdir ki, əqiq övlad nemətinə görə ucu Allaha şükür etməkdir. Və digər həmçinin alimlər demişlər ki, əqiq bu şəriətdə təyin olduğuna görə Allah Rasulü sallallahu aleyhi və səlləm təşviq etdiyinə görə Allaha və Rasuluna itaat etməkdir. Həmçinin də Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsini diriltməkdir. Niyə görə? Çünki indiki zamanda görürsən bəzi müsəlmanlar bu əqiqi heç bilmirlər nədir əqiq. Soruşanda ki, əqiq deyir ki, əqiq nədir? Yəni nə qədər müşahidə etmişik bunu. Yəni az müsəlman sən bunu etdikdə sən Peyğəmbərin sallallahu aleyhi və səlləmin sünnəsini diriltmişsən. Həmçinin də sən əqiq etdikdə öz övladını girovdan azad edirsən. Necə ki, qabaqda gələcək Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, yəni yeni doğulan övlad öz əqiqinin girovudur. Sən bunu etməklə onu girovdan azad etmiş olursan. Həmçinin də burada istər əqiqi kəsdikdən sonra onu sədəqə verməklə, yemək yezdirməklə, yəni ətrafında müsəlmanları toplamaqla, yəni böyük bir önəmli iş gördüyünə görə bu da alimlər deyir ki, cənnətə daxil olma yollarındandır. Həmçinin də alimlər deyir ki, burada əqiqdə Allah yolunda xərcləmək vardır. Bunun da mükafatı böyükdür və yəni digər bunun hikmətləri və faydaları vardır. Həmçinin də biz Allah Rasulunun sallallahu aleyhi və səlləmin hədislərinə baxdıqda bizim qarşımıza bir neçə hədislər çıxacaqdır. Və Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Ma'al gulami aqiqatun fəəhriqu anhu dəmən və amitu anhu l-əzə. Buyurmuşdur ki, oğlan uşağı ilə birlikdə əqiq vardır. Onun üçün qan axıdın, yəni qurban kəsin və ondan pisliyi, əziyyəti uzaq edin. Və hədisdə gəldi ki, oğlan uşağı ilə birlikdə əqiq vardır.
onun üçün qan axıdın, yəni qurban kəsin. Bu nəyi göstərir? Peyğəmbər sallallahu aleyhi və səlləm bizi əqiqə təşviq edir. Həmçinin də ikinci olaraq gəldi ki, ondan, yəni övladdan pisliyi və əziyyət verəcən şeyləri uzaq edin. Burada alimlərimiz bir neçə izah vermişdilər. Ki, nədir? Ki, övladdan pisliyi, əziyyəti uzaq edək. Birinci izah demişlər ki, bu uşağı yumaqla onunla olan nəcisi arana qaldırmaqdır. İkinci izah olaraq demişlər ki, uşağın saçını qırxmaqdır. Yəni, saçını qırxmaqla ondan əziyyəti və pisliyi uzaq edin. Üçüncü alimlər demişlər ki, bu sünnət etdirməkdir. Yəni, bunu etməklə ondan pisliyi və əziyyəti aradan qaldırın. Həmçinin də izah olaraq demişlər ki, alimlər burada bu qadağadır. Nədir? O vaxtları cahillikdə olan insanlar kəsilən heyvanın qanını uşağın alnına sürtürdülər və beləcə Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, həmin övladdan, yəni bunu uzaq edin, yəni belə bir şey etməyin, qadağadır. Sonra həmçinin başqa bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, kullu gulamin murtahanun bi aqiqatihi tuzbahu anhu yawmas sabi'i və yuhlaku ra'suhu və yusamma. Buyurur ki, hər bir oğlan uşağı öz əqiqinə gürovdur və 7-ci gün əqiq kəsilir, saçı qırxılır və ona ad qoyulur. Burada ilk cümlə gəldi ki, hər bir oğlan uşağı öz əqiqinə gürovdur. Bunun da bəzi alimlər izahlar vermişlər ki, buradakı gürov dedikdə nə başa düşürük? Birinci olaraq alimlər demişlər ki, yəni oğlan uşağı, hər bir oğlan uşağı öz əqiqinə gürovdur. Yəni, necə ki, bir gürov bir sahibinin əlində həbs olunubdur, eləcə də uşaq öz əqiqinə gürovdur, yəni onu etmək, əqiqi etmək labüddür, lazımdır, çox önəmlidir. Yəni bunu etmək lazımdır. İkinci izah olaraq demişlər ki, İmam Əhməd rahimehullah demişdi ki, yəni gürovdur, yəni şəfaətdir burada. Yəni kimsə ata övladının əqiqini kəsməzsə, övlad qiyamət günü ona şəfaətçi ola bilməyəcəkdir. Və həmçinin də üçüncü izah olaraq demişlər ki, necə İbn Hüseymin rahmetullah aleyhi demişdir ki, yəni gürovdur, o deməkdir ki, yəni sən əgər kəsməsən, sənin övladının salih olması, ondan valideyn ondan faydalanmasında nədir, təsirləri olacaqdır. Həmçində gəldi ki, burada hədisdə ki, 7-ci gün əqiq kəsilir. Yəni, ən fəzilətli vaxt, əqiqin ən fəzilətli vaxt 7-ci gündür. Əgər insanın, 7-ci gün kəsə bilmirsə, digər rəylərə görə alimlər deyirlər ki, 14-cü gün və 21-ci gün kəsir. Və sonra burada gəldi ki, onun saçı qırxılır uşağın. Bu da hökm, burada alimlər deyir ki, müstəhəbdir. Lakin burada alimlər ixtilaf ediblər. Nədə ixtilaf ediblər? Deyiblər ki, bu saçı qırxılır. Bu oğlan uşağına xasdırmı? Yoxsa oğlan qız uşağı eynisinə də aiddir. Yoxsa yalnız oğlana aiddir. Burada Həmbəli məzhəbinə görə müasir alimimizdən İbn Hüseymin, İbn Baz rahimehullah deyir ki, bu yalnız oğlan uşağına aiddir. Çünki burada gəldi ki, hədisdə kullu gulamin, hər bir oğlan uşağı. Həmçinin də yəni qızın saçı qırxılması da qadağandır. İkinci rəy isə Şafi məzhəbi, Maliki məzhəbi, həmçinin də yəni müasir alimimizdən Şeyx Albani rahimehullah, həmçinin də Şeyx Süleyman Ər-Ruhayli hafizullah deyir ki, bu həm oğlan uşağına aiddir, həm də qız uşağına aiddir. Çünki bir oğlana, bir kişiyə əgər hökm gəlirsə, qadını o hökmdən çıxartmaq üçün ayrıca xüsusi bir dəlil lazımdır, bir nas lazımdır. Və qadının saçının qadağı olması da, yəni nədir? O ancaq yəni bu yeni doğulmuş körpə aid deyil. Ondan sonra olan yaş qrupuna aiddir. Və həmçində burada gəldi ki, 7-ci gün ad qoyulur. Və həmçində alimlər deyir ki, 7-ci gündə ad qoymaq icazəlidir. Həmçində uşaq doğulduqda da, doğulduğu gündə ad qoymaq icazəlidir. Niyə görə? Hardan bu meydana gəldi? Buxarədə gələn hədisə görə ki, Əbu Musa radiyallahu anhu deyir ki, mənim uşağım olduqda mən onu Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gətirdim. Allah Rasulü sallallahu aleyhi və səlləm uşağa İbrahim adını verdi. Xurmanı ağzında əzib körpənin ağzına qoydu və onun üçün xeyir və bərəkət dilədi və onu mənə qaytardı. Və
Həmçinin də Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Anil gulami şətani və anil cariyyəti vahidə La yadurrukum zukuranan kunna am inathan. Buyurur ki, oğlan uşağına görə 2 heyvan, həmçində qız uşağına görə 1 heyvan kəsilir. Və o heyvanların erkək və dişi olması sizə zərər verməz. Bu hədis də bəzi müsəlmanların sualına cavabdır. Bəzi suallar olur ki, mən kəsdiyim əgər dişi olmalıdırmı, erkək olmalıdır? Və hədisdən biz başa düşürük ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, onun dişi və erkək olması sizə zərər verməz. Həmçinin də Fatimə anamız radiyallahu anhə Həsən radiyallahu anhunu dünyaya gətirdikdə Allah Rəsulü sallallahu aleyhi və səlləm ona belə dedi. İhləqi rə'səhu və təsaddaqi bi vəzni şə'rihi fıddətən aləl məsəqin. Buyurdu ki, onun, yəni Həsənin radiyallahu anhunun saçını qırxıb, onun saçı ağırlığında, gümüş dəyərində, yəni onun kasıblara sədəqə ver. Gümüş hesablayıb, gümüş dəyərində kasıblara sədəqə verir. Və buradan biz başa düşürük ki, əgər insan yeni övladı olduqda onun saçını qırxıb, gümüş dəyərində ölçüb, yəni onun kasıblara sədəqə verməlidir. Həmçinin də Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən vulidə ləhu vələdun fəəhəbbə ən yansuqa anhu fəlyansuq anil gulami şətani mükafiətəni və anil cəriyyəti şətun. Buyurmuşdur, kim övlad sahibi olarsa, istəyirsə, yəni qurban kəsin. Əgər kəsərsə, oğlan uşağı üçün 2 qoyun, yəni 2 bərabər heyvan kəsməlidir və həmçinin də qız uşağı üçün də 1 heyvan kəsir. Həmçinin də, qardaşlar, sual ortaya çıxa bilər ki, əgər bir insan, böyük bir insan, yaşı dolmuş insan, yəni yaş olan insan özü əqiq kəsə bilərmi? Yəni onun atası əgər kəsməyibsə, onu kəsə bilərmi? Və necə ki, Şeyx Albani rahimehullah deyir ki, bəli, kəsə bilər. Necə ki, Ənəs ibn Malik radiyallahu anhundan hədis gəlir ki, Ənnə Nəbiyyə sallallahu aleyhi və səlləm Aqqa an nəfsihi ba'dəmə bu'itha nəbiyyən. Buyurmuşdur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Peyğəmbərlik verdikdən sonra özü üçün əqiq kəsmişdir. Necə ki, Şeyx Albani rahimehullah bunu qeyd etmişdir öz kitabında. Necə ki, həmçinin də bu, yəni salih sələflərdə də olmuşdur. İbn Sirin rahimehullah buyurur ki, əgər mən bilsəm ki, mənim yerimə əqiq kəsməyiblər, mən özüm üçün əqiq kəsərdim. Həmçinin də Əl-Həsən Əl-Basri rahimehullah deyir ki, əgər sənin üçün əqiq kəsməyiblərsə, özün üçün əqiq kəs. Və həmçinin dəyərli qardaşlarım sual verə bilərlər ki, yaxşı əqiq kəsəndə nəsə bir dua, bir zikir varid olubmu? Yəni belə bir sual ortaya çıxa bilər. Həmçinin də Ayşə anamızdan radiyallahu anhına rivayet olunur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm Həsən və Hüseynə əqiq kəsərkən belə demişdir ki, belə deyin, Bismillah, Vallahu Ekber, Allahumma ləkə və iləykə həzihi aqiqətu filan. Buyurmuşdur ki, Allahın adı ilə deyin, Allah ən böyükdür. Allahım bu sənin üçün və sənə görədir. Bu filan kəsin əqiqidir. Həmçinin də suallardan biri də ola bilər ki, deyə bilər ki, əgər insanın bir qadının bətnində uşaq vəfat edərsə, düşərsə, ona əqiq kəsilirmi, yoxsa kəsilmirmi? Necə ki, İbn Hüseymin rahimehullah demişdir ki, əgər döl körpə 4 aydan 120 gündən əvvəl düşərsə, o hələ insan hesab olunmur. Sadəcə bir ət parçasıdır. Onu hər hansı bir yerdə bastırmaq kifayətdir. O yuyulmur, kəfənlənmir, cənazə namazı qılınmır və qiyamət günündə dirilməz. Amma 4 aydan sonra düşərsə, artıq ona ruh üfürülmüş və insan olmuş sayılır. Buna görə də düşdükdə yuyulur, kəfənlənir, cənazə namazı qılınır, ad qoyulur və onun üçün əqiq edilir. Necə ki, bunu Məcmu Fətavada İbn Hüseyn rahimehullah qeyd etmişdir. Və sonuncu olaraq, dəyərli qardaşlarım, və bəzi bizim görürsünüz ki, xalqımızda, millətimizdə, orfumuzda var, heyvan kəsirlər, əqiq kəsirlər, sonra neynirlər, pambığı götürürlər, uşağın alnına vururlar ki, yəni bu sadəcə xeyir kimi görsənir. Lakin bu nədir, yanlışdır, doğru deyil. Çünki
Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, oğlan uşağı üçün heyvan kəsilir və onun başına qan sürtülmür. Həmçində Ayşə anamızdan gəlir radiyallahu anhadan, deyir ki, cahiliyə dövründə insanlar pambığı götürüb əqiqin qanına vurub uşağın başına sürtürdülər. Sonra Allah Rasulü sallallahu aleyhi və səlləm həmin qanın yerinə, hansı ki o pambıqla uşağın alnına vururdular, onun yerinə zəfəranla əvəz etdi. Yəni zəfəranla vurmaq, yəni gəlmişdi bizim şəriətdə. Və Allah subhanahu və teala dua edirəm ki, bu zikr etdiyimiz şeyləri hər bir üçün xeyirli etsin, faydalı etsin. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə ənt və əstəğfiruka və etûbu ilayk. Allah sizdən razı olsun qardaşlar.